Bir daha salam aleyküm dostlar. Bugün ayın 9'u bayram eləyək nə olur. Bugün ayın 2'sidir. Yəni sabah ad günüdür və bugün çəkiliş günümüz deməkdir. Hər şey son dəqiqəyə saxlayan biri olaraq gedirəm 28-ə salona və bugün çox maraqlı olacaq. Ekstra maraqlı olacaq və Reels Maker-la görüşəcəyik salondan sonra. 1-2 saat yəqin salondayıq. Çəkilişimizi eləyəcəyik və reaksiya tipli video çəkəcəyik. Bugün mənim ad günümdür plakatı əlimdə tutub ölkədə insanların reaksiyasını yoxlayacağım. Niyə də yox? Bizim ölkəyə də artıq gətirmək lazımdır. Biraz heyecanlıyım bu videoda. Niyə də heyecanlı bir insan olduğumu düşünmürəm ama bugün niyəsə heyecanlıyım bu video için. Çünki yəni insana yaxınlaşması və reaksiyalar həqiqətən də çox maraqlıdır. Görə başımıza nə gəlir? Zöhrə xanımın məkanına gələcəm. Oradan da kadrlar götürməyə çalışacağım. Ola bilsin ki canlı da açdım. Deyirəm yolda belə olsam, anam məni düşünür də. Yəni buna hazırlayıb ki, çəkilişdə az qalasam. Həqiqətən az qalacam. Mən bugün axıra qədər yeri yoxdur. Demişim özümə bıraxıb baxım. Bayaqçı kadrda duraq baxmışım. Neyse dostlar gəldim. Zöhrə xanımın məkanına. Mən sırf bayaqdan gəlmişəm. Saçımı yuduq elədik. Biraz buruqlar eləyəcək. Ondan əvvəl maşına ilə belə keçirək. Belə. Adını bilmirəm. Və buruqlar olacaq. Buradan belə yığılmalı bir şey düşünmüşəm. Sadə açıq buruqlu və makyajımızda belə pink tonlarında bir şey. Çünki geyimim pink olacaq. Yəni niyə də olmasın dedim. Mənə belə qəşəng kofe və şinyatda gətirdilər. Ay bayılıram bura. Bu da mən. Bu da mənim bugünkü geyimimdir dostlar. Çox qəşəng görünür məncə. Nə düşünürsünüz? Əynimdə görmək təbii ki daha qəşəngdir. Gərək də mənim oldu. Belə. Bu arada geyim bir səhifədəndir. Bunu da aşağı tağ eləyəcəm. Bu da mən bugünkü lookum. Yəni həqiqətən nə vaxtından artıq para qalmadı. Maşın olmadı, pul qalmadı. Mən paltar almadım. Yay idarə edir. Biraz düzdür ama qəşəngdir məncə. O da benim arabam. Davam edirik və Zöhrə xanım burada yaratmaqla məşğuldur. Nə edirik? Yəni o özü desin. Zöhrə xanım nə edirik hazırda? Hazırda saçlarımı Hollywood quruklar edirəm. Əlistəsini topladım. Çoxarım, beşiyi çoxarım. Atılacaq makyajdan sonra. Qəşəng bir şey çıxacaq. Arkasında Hollywood quruklar olacaq. Qəşəng. Sadəcə wow-dur yəni. Buradan da buruq olacaq. Bunlar makyajdan sonrasıya saxlamışıq. Belə. Bir də parıl nəsə belə saf tərz bir şeylə gözləyirəm sizə. Qızlar, saçımız bitdi. Baxın gəlin nə qəşəng buruqlarım oldu mənim. İndi isə keçdik makyaja. Saf bir şeylər eləyəcək. Çox qəşəng bir şey gözləyirəm Zöhrə xanımdan. Hə, Zöhrə xanım? Deməli qarşımıza elədik ki, saçlarım bu şəkildədir. Arxaya qabağa da eləyə bilmirəm ki, uçmasın da yəni. Yorğunam. Bayağı yorğunam dostlar. Böyük ihtimalle yarım saat falan tutarıq. Çünki sadə bir model və indi işləməz tələb olunan bir şeydir. Hepsi eləyəcək. Bütün günü search, yəni ödeyə search. Keşfətdəyəm, baxıram görüm nə var, nə yox, trenddə nələrdir. Dediyim kimi yorğunda bir tər olmuş vəziyyətdəyəm, posilər. Çünki belə olsa maşınızdan da idarə edə bilmirəm də yəni. Yaxşı ki bu qara kofe var. Biraz da belə çəkək. Dostlar, hazır olurum. O qədər başımın söhbətə, yəni falan qarşı ortasını çəkəməmişəm, amma çəkiləcək çox şey var, yəni görəcəksiniz. Ay, bu şəkildə olmuşum ya, yəni nəsə videolarda daha çox yaxşı görərsiniz. Çox sağ olun, əllərinizə sağlıq. Bu da benim son halim arkadaşlar. Neyse ben qaçıram. Orada görüşərik. Həqiqi bu vloggerlər nə çəkir abi? Məndən də çox çəkilişlərdə olan vloggerlərdən söhbət eləyirəm də. Yəni o qədər çətindir ki, təzərin mamın bir pərdə yazır ardasan. Reels Maker təzədən bir tərəfdən yazır ardasan. O deyir ardasan, bu deyir ardasan. Ad günlərindən daha önəmli çəkilişlərdir. Ona görə də istəməli qalmış. Dostlar, deməli bu boyda paltarımla gəzirəm Targov küçələrində. Elə bilirdim ki, anksiyete olar. Qram anksiyetim yox.
anksiyet olmaq istəyirsə, hər halda mənim 23 yaşındaysa da blogger olmalısınız. Neysə belə, insanlar deyirsə, ay mən özə qəribə baxıram, belə başqa vaxt olsaydı belə bir qəribə hiss edirəm, daha elə istəyirəm. Çox rahat insanım, bilmirəm. Belə, nasıl oldu bu arada lookum? Onu da yazarsın, indi gedib orada qızlar çəkəndə daha yaxşı görəcəksiniz əlbəttə ki. Amma plakat əlində tutsun bir sezon olabilir, bilmirəm, indi gedək baxaq. Videonun davamı ad günüm günü də olacaq. Həmişə istidən ölürəm deyə bunu belə eləyirəm. Bugün ayın 3-üdür, yəni bugün tam olaraq mənim ad günümdür, yəni əsas bugündür də. Gecə durdum yorğunluqdan, yəni həqiqətən bir hallaydım. İndi də gedirəm alışverişə və bunu sizdən paylaşacağım. Gerək görək nə alırıq? Hələ ad günümdür, yay gəlib imtahan tutarım, hələ mənim paltarım yoxdur. Demədə qalın, gerək paltarları sizdən bir yerdə seçək. Mən şu an mağazaya gəldim və paltarlar yoxlayıram. Bir dənə bunun duruşuna baxın. O kadar gözəldir ki, amma bir-iki ay əvvəl yəni almaq olardı da bunu. İndi mən bunu bir dəfə geyinərəm ya yox da, yəni hava artıq havalar istidir. Sentyabr içində yəqin başqa modellər də çıxar. Mən bu beldən oturuşuna falan baxın. Başqa modellərə baxaq, bir yerdə seçimlə verilir. Hələ siz bir dənə buna baxın. Alayım mı acaba bunu? Ay dostlar, buna bakın siz. Bugün böyük ihtimalle ben buradayım. Eğer sivrizi de mesela gedəsi olsa ya da çimərliyə falan, nə bilim harasa. Tam böyle vibe yani sivrizin o Ağdərəyə də Ağşəhərdə falan geçiş şəkillər çatma olar bundan. Deməli dostlar, seçimi elədim. Belə bir don var, bunu alacağım. Belə bir don var, belə açıq. Bu da indirimdədir. Bunu alacağım. Çox qəşəngdir, tam belə yay ab-havalı. Belə toplu bir kofta var. Yəni bu il dəbdir belə toplu şeylər. Yəni yenidən dəvə girib bunu alacağım. Bir də belə bir cins var. Belə bir cinsdə tas var. Bunu almaq istəyirəm. Çox qəşəng, məncə 4-dür. Dostlar, deməli həmin 4-ünü aldım. Ondan aldım bir eynək də var, onu da aldım. Çox əməliyyatda yəni. İndi mənə lazımdır ayaqqabı. Mənə nə lazım deyil ki. Ayaqqabıya baxasıyam. Sonra Rossman'a girməliyim, Tananiyə baxasıyam. Oliviyadan sonra Rossman'a girərik. Bu da mənim qardaşımın mənə hədiyyəsidir dostlar. Bu hər il belə güllərdən niyə tutub bilmirəm. 17 yaşımda da belə bir gül almışdı. 17 yaş vlogumda baxmısınızsa. Burada da mən veşvişlərim. Orada aldığım paltar falan var. Deməli indi bugünkülə gedirik dostlar. Acım orada gecərik. Onların həyatı çox genişdir. Maşına yerləşdirir hər şeyi. Ne bilmem bunlar harada oturacaq. Bak mənim o qədər veşvişim var. Bagaj arxadan xarab olub atılım, bilmirəm niyə. Ben. Deməli çatırıq bugünkü tərəfə. Almışıq burada gördüyünüz kimi lazım olan şeylər. Babam da gedib oradan həm törək almağa. Dərsən nənə? Danış görək mənim izləyicilərimə nə demək istəyirsən? Bu gün niyə gedirik bibicilə? Sənin adını təbrik etdik. Sağ ol. Başqa nə demək istəyirsən Acun? Böyle yaxşı. Adlı sağlığı da olsun. Amin, sağ ol. Yaxşı belə gözəl yaşa. Babam da gəlir, sağ ol nənə. Nə alırsan? O daha qaydanma. Ana qayıtmır. Sen yok. Babam çörəkləri zad alıb gətirdi. Amin. Xeyrisi, qismət. Amin. Amin olsun. Nənənin arzuları deyirlər ki, həmişə yerinə yetəndir belə. Alxış deyirlər, onun arzu deyil. Mənə kömür asına gəlsinlər. İstəyirik cavab seçək, ailəmizdə qeyd eləyik, əmim cildə gələcəklər. Özümüzə deyirəm, inşallah bu gün aydınçıdır və görək davamı necə olur. Gəlirlər dostlar, deyirsən, alıblar uje. Dostlar baxın, bu mənim bebimin təzə pişiyidir. Bu da mən dostlar. Dostlar, indi mən sizə bebimin eləyib tort göstərəcəm mənə. Çox qəşəngdir, baxın. Həyatda oturalım. Bir tərəfdən qazanı çəkilsin, qalan kömək edir. Pas atır, tökməsin.
Saat. Öyle leyliyiz özümüze zaten. Ben sevk yerim sana. Mən tortumu dostlar. Belə şamlar aldım, getdim. Şam ən son anda yadınızda tutayım. Əvvəl bir dünya. Amin. Dünya sənin, dünya mənim, dünya heç kimin. Güzel kızım, benim ağırlı kızım. Tebrik ediyorum seni, 100 yaşın tutarlı uğurlu olsun. Həmişə sana baxanda fəxr edirəm. Necə ki fəxr edirəm. Ben tələbələrim sana görə tanıyıram. Tələbələri yazsın babamın. Dünya sənin, dünya mənim, dünya heç kimin. Dostlar, hər vaxtınız xeyir. Bugün ayın 4-üdür. Dünən o qədər çox yoruldum ki, heç nə çəkə bilmədim. Shoppingdən gəlirəm. Bugün bir açılışa dəvətliydik. Sibrizdə McDonald's'ın açılışıydı və partisi olurdu, yəni genəlləmə olaraq. Ora getdim. Axşam paltar almalıydım. Dünən Bümgilə gedəndə o qədər çox tələsdirdilər ki, yəni heç nə almadan çıxmışam da. Ona görə də dedim ki, bugün biraz eksiklerim var, onları tamamlayayım. Parti keçirmək istəyirəm, amma heç nə hazır deyil. Hər zaman olduğu kimi ən son momentə saxlayıram. Onları bugün həll eləməliyim. Və indi isə o qədər yorğunam ki, gedirəm evə. Belə yəni izləmədə qalan. O qədər yorğun oldum ki, geyim mağazasında belə heç nə çəkə bilməmişəm. Çıxaq yola, gedək evimizə, işimizə. Hər şey o qədər çox sürətlə irəliləyir ki, həqiqətən özüm yetişməyə çalışıram da, bir yerə yetişməyə çalışmaq plus tək də, yəni blogerlər bunu çox yaxşı başa düşə bilərlər. Düz indi biraz daha çox irəlilədikcə kömək eləyənlər artır, işlərimiz biraz daha yerinə düşür, amma yəni də böyük məsuliyyət bizim üzərimizdə olur. Yəni hər şey bizlə maraqlanır, hər şey bizlə soruşulur. Ümumiyyətlə istənilən biznesdə də elədir də. Məsələn, bu insan biznes quranda nə qədər də köməkçisi də olsa, assistentlər də olsa, yenə də böyük məsuliyyət üzərindədir. Yəni ondan işi keçir. Yəni bir növ ki, mənə deyilməmiş iş götürülmüş, qəbul olunmur və sözdə yenə də məsuliyyət üzərimdə olur, maraqlanan mən oluram kimi məsələlər var. Belə yəni. Hani gedək görək başımıza nə işlər gəlir. Bayaq da magazində də bir qız gördü. Daha sonra marketdə də gəldi bir qız gördü. Günü-gündən evi görənlər artır. Məli dostlar, bugün ad gününün davamını qeyd edirik. Ona görə də belə gözəl donlar üçün gəldim Madani Couture'a. Yəni bunun səhifəsində, Instagramda paylaşacağım sizlərlə olduqca gözəl geyimlər var. Yəni mən parti üçün qısa bir şeylər baxırdım. Onunsa çəkilişdə uzun idi donumuz. Amma çəkiliş üçün qısa nələrsə baxırdım, da doğrusu parti üçün. Buna məsələn çox bayıldım, çox qəşəngdir də. Yəni tam belə party girl vibe verir. Ad günləriniz, parti və s. üçün əlbəttə ki gələ bilərsiniz. Belə bu arada burada deməli uzun libaslar da var. Biri-birindən gözəllər. Yəni əgər uzun libas seçəcək olsam belə çox aralarında qalaram. Və bu tərəfdə də qısa geyimlərdir. Bizim baxdıqlarımız zaten bu tərəfdən oldu. Eyni zamanda mənim bəyəndiyim bir don da var. Bunu böyük ehtimal deyil, bunu götürəcəm. Bu biraz əyləşəndə və sadəcə sanki yuxarı qalxırmış kimi hiss edirəm mən. Amma sizin əgər əyninizə daha gözəl olsa çox üz tuta bilərsiniz. Mən düşünürəm ki, bunu götürüm. Videonun digər hissələrində görərsiniz. Bunu götürüb çıxacağım məkandan. Geyimimi götürdüm. Çox işim var. Buradan əslində çəkilişə getməliyəm. Çəkilişi bitirib evə qaçmalıyam. Yaxşı ki, duş səhər aldım. Yoxsa evə çatsam onun da vaxt olmayasıydı. Özümü tanıyıram. Ondan sonra da evə gəlib makyaj hazırlaşmaq və s. 2 saata. Ondan sonra da axşama hazırlaşmaq lazım olacaq. Getdim çəkilişə deməli. Məkan çəkilişi idi, Otqun çəkilişi idi.
tanıyırsınız bəlkə də. Filiallar açılıb, ona görə də onun çəkiliş olmalıydı sadəcə və sadəcə aman heç olmamışdır. Ay. Biz qızlar belə iyi də. Özümüzü aşağılamırıq əsla ha. Amma yəni çox belə oğlanlar daha çox bir maşına şey olurlar. Can yandıran olurlar, belə deyim də. Yəni neyini bizim can yandıracağımız çox şey var. Evimiz, özümüz. Oğlanlarda da bir dənə maşındır da, yəni bir zahmet. Bir zahmet. Neyse, indi gedirik deməli evə. Onsuz da mən hazırlaşası eləyəsə özümü tanıyıram, gec olacaq. Gedirik evə rahat-rahat hazırlaşım. Bu arada neyinirik? Kanala abunə oluruq. Abunə olmağınızı gözləyirəm. Baxın indi bu dəqiqə gözləyirəm. Gözlətməyin məni, baxın yoldayam. Gedin abunə olun dostlar. Neyse belə. Bir dənə mahnı var, onu da çəkməliyəm. Yəni TikTok hesabına olunabilir. Mahnı falan eləyirik. Nasıl biliyorum al buna ton şaşkınlar esiyor yarın gurbetlerim ben bittim boy boy etmeyeceksen söylemem Evet, geldim eve. İnanırsınız içeriden 2 saatte telefona. Ay bura baxmayın. 2 saatdə telefon axtarmışam. Düz qoymuşam onun başına. Bu arada onu da göstərəcəm indi sizə. Onun başına qoymuşam. Axtarıram ki, hardadır bu telefon. Nəysə dostlar, artıq vaxtımız çox az qaldı. Nəsə gələ-gələ tort belə yadımdan çıxıb. Bir rəfiqəmlə keçirdəcəm də adı günümü. Bu dedik 19 yaşda, 20 yaşımı daha belə şaşahalı eləyərik. Ona görə rəfiqəmlə dedik elə gəl özümüz oturaq. Onsuz da bu il çəkdiyim post, biz onsuz ad günü falan keçirdəndə baxışa görə eləyirik də. Bu il elədiyim post onsuz da çox belə gündəm oldu. Ona görə qərar verdi rəfiqəmlə qeyd eləyib. Bu gün bu arada ayın 6-sı mı 7-si mi artıq. Hər neysə, bu arada geyimim buradadır. O qədər gözəl bir şeydir. İndi sizə göstərəcəm mən bunu. Ondan əlavə sizlə nə vaxtdan belə bir şey paylaşıram. Instagramda paylaşıram, düzdür oradakılar görür. Amma buradakiler evrim ayrıdır. Ayrı bir cəbhəmi, ayrı bir zonamı. Artıq hər neysə, sizə nə vaxtdan danışmam istəyirəm ki, sizə ürəyimdə olan, nə vaxtdan olan hər şeyi çatdırmaya çalışım. Düzü bu qeyri-mümkündür. Amma yenə də, yəni mümkünsüzdür, qeyri-mümkündür. Amma yenə də eləməyə çalışıram. O şəkili görürsünüz, o mənimdir. Qoyun gətirin. Çox qəşəng deyil. Bunu bir izləyicim mənə hədiyyə elədi. Bu arada əgər videoya baxacaqsa buna komment yazsın. Instagramda paylaşdım. Özünün Instagram səhifəsi yoxdur və YouTube səhifəsi var. Bu arada burada da YouTube'unu paylaşıram. Rüqəyə da adı. Çox sağ Rüqəyə əzizim. Çox qəşəngdir də. Yəni məni çəkib buna baxın. Yəni həqiqətən belə bir şeylərlə məni çox sevindirirsiniz. Əvvəldə bir-iki izləyicim belə bir şeylərdə hədiyyə eləyib. Bundan fərqi ondadır ki, bunu MC ilə üstünə oxudanda mənim kanalım açılıb. Bu isə sadəcə bir pano kimi bir şeydir. Sizləri çox sevirəm uşaqlar. Yəni dəyəriniz mənim üçün əzizdir. Sonra nə var, nə yox desəz, mən Instagram səhifəsində daha çox aktiv olandan ki, o qədər də inşallah bundan sonra daha çox aktiv olacağam. Mənə qəşəng bir şeylər gəlir. Bu da Matrix'dəndir. Bugün gəlibdi. Bu onu da Instagram üçün cəməliyəm. Onlar bizə demirlər bunu YouTube'a çəksin. Mən özüm paylaşmaq istəyirəm. Çox qəşəngdir. Çox sağ olun. Təşəkkür edirəm. Baxın bu şəkildə saç vəsitələri var içərisində. Alivia da dəfələrlə göndərib. Belə PR paketlər orada doludur. Görəliyirəm bu video vasitəsindən də. Neysə, videomuzun mövzusu bu deyil. Sadəcə nə vaxtda verimlərimdə toplanıb danışmaq istəyirəm. Mən tezcə hazırlaşıb qaçmalıyım. Bu arada Çabaqda qeyd eləyəcək ad günümü. Başlayaq makiyajla məncə. Onu da bir-iki gündə almışam. O qədər rahatdır. Elə biləyində heç nə yoxdur. Yəni həqiqətən bir dənə elə bir hiss vermir. Bundan makiyaj eləyəndə çox sevib, çox rahat hiss edirəm. Burada mənim makiyaj şeylərim var. Üzümdə az bir şey var. Onları bəlkə biraz silək başlayaq. Üzümdəkiləri sildim. Elə bir fərq olmadı düşünürəm. Çünki ayağımda onsuz da az bir şey istifadə edirəm. Biraz sürətləndirəcəm çünki tez olsun. Deməli dostlar, makiyajımın hazırdakı vəziyyəti belədir. Məncə yaxşıdır, yaxşı olmağına. Yəni bura kimi yaxşıdır da, yəni. Bura kimi də nə də olsun mənim gündəlik elədiyim şeylərdir. Bu ağ karandaş almışam, Misfit'in göz karandaşı. Həm də dodaq qələmini almışdım. Bundan çəkəcək. Bu arada məncə ilk dəfədir ağ karandaş çəkirəm gözə. Birinci məncə ten eləyək, sonra çəkək, hə? Diyorum bu paletini istifadə etmək istəyirəm. Sırf pəmbiş tonlar eləməyi düşünürəm. Biraz da bu rəngdən üstünə vurdum. Onsuz da elə yəni istifadə edirəm də.
Paletimdə var. Mən bu istifadə etməmiş, əlimdən yerə düşdü, qırıldı. Amma burada zərri nə var ki, yəni nə istifadə edə bilərəm? Max bu var. Bu da ki, zər kimi deyil, sim qalan zərrlərdəndir. Formada qalır. İndi gözüm daha yaxşıdır və ağ karandaşı çəkə bilərik. Uğraşacağız. Gəlin tuşla tamamlayaq, görək necə alınır. Özümə də biraz qəribə gəldi. 2 dəfə də istifadə edirəm, amma məncə pis qalmayıb və sadəcə qəribə görünür. Məncə qəşəng oldu axı. Tez bazar. Və qızlar, dodağımı da elədim. Bir də belə çəhrayı pəmbiş boyasından tamamlaya bilərik məncə. Why not? Və son olaraq Revolution'un highlighter'ından istifadə edəcəm. Xarici videolara baxılmıyor. Highlighter. Ondan istifadə edəcəm və çox sevirəm. Eyni zamanda uyğun qiymətlidir. Yəni ala bilərsiniz. Görürsüz, bir dənə parlamaya baxın. Hələ mən xəfif toxundururam, yəni. Burun highlighter'ıma da bundan istifadə edirəm. Çünki burun ölçüsünə yaxındır və bu şəkildə. Nasılım ablam? Saçımız. Saçımı bu arada bu yaxınlarda balyaj etdirmişəm. Fərqli tonda. Yəni rəngi falan dəyişməmişəm. Sadəcə balyajdır. Saçımı da buruqlar etməyi düşünürəm. Düzləşdirici fen ilə. Fen yazdırmasın deyə belə bir vasitəm var. Bu uçlarına vurulmalıdır. Fenlə kimi sizə elbisəmi göstəreyim. Siz bugünün gözəlliyinə bax. İddiamcı qısadır. Amma olsun. Olsun yəni. Çox qəşəngdir. Yəni aşırı qəşəngdir. Belə də bu şəkildə siz açıq şəkildə saxlaya bilərsiniz. İstəsəz bu şəkildə belə bir parça var. Yəni belin həmin hissəsini qoyub sonra bağlaya bilərsiniz. Yəni bu da sizdən asılıdır. Belə. Sende bir şey itməlidir də, yəni. Tapa bilmirəm ütünü. Tapdım seni, sən demə. Nərəmin şkafının başındaymış. Rəqəm dərəcəsini 800-lə eləyirəm. Neçə dərəcə yaxşıdır. Onu da yazın, əgər biləniniz varsa. Onu eləyirik və ilk bundan başlayacaq. Şimdi silənir. Yay aylarında elə zəhləm gedir ki, ütüləməkdən. Texnikamda göstərirəm sizə. Saçın altına alırsınız. Əks tərəfdən vurub, uzundan elə bir keçirdirsiniz. Bildinizmi necə? Bu qədər basit. Bunu belə bura saxlayın və bura. Yanlış bir şey influence elədim. Ha, gördünüz? Keçirik digərlərinə. Hi Barbie. Hi Ken. You're go for a ride. Sure again. Jump in. Gedirəm. Deməli, rəfiqəmi götürməyə. Makyajım bu arada necə oldu orada deyəsən soruşa bilməmişim, yadda deyil o kamerada nə demişimsə, nə demişim. Məncə yaxşı oldu, sadəcə buruqlar. Mənim saçım ümumiyyətlə buruq götürən saç deyil, yəni tez uçur da. Külək bir yandan buralarda vururdu. Ona görə. Nəysə, pelini falan götürmüşəm əsas. Orada eləyərik, vlogerin bir gün peliniz mütləq üstümüz olmalı. Fen olmasa ara gedirəm. Salam de YouTube kanalıma. Salam. Deməli dostlar, rəfiqəmin evinin yanındayıq. Gedirik ad gününü eləməyə. Özümüz hər zaman olduğu kimi yenə özümüz oturacağıq. Heç nə belə. Bir kezdib yenə də ikimiz. Başka kimse yok. Ha Allah. Xasiyyətimize göre. Xasiyyətimize göre masanın başında yine 2 kişi kalmışız. Kopyada buna bu katılırım. İndi tortu alınmayıb. Tort almaq lazımdır. Hər şey son dəqiqə satayım. Niyə olaraq dost artıq tərcih deyilmədi. Deyən tərcih biləmədim. Özüm deyiləm. Ay güzel görünür. Sanma bende geçti gel gör. Çok çetindi sensiz. Şimdi söylemensiz. Etmedim ki noksan. Dertler olmaz insan. Bu taraf. Bunu götürməyə qərar verdik. Əslində 5 nəfərliydik, amma məncə bizim işimizə bəsdir. Bu da bizim tortumuz. Azdan burada reklam ola bilərdi. Maalesef reklam edirik. Gedirik. Fərqliqara. Orada da yer tapsaq. Maşın sürəndə birinci özündən qabaq maşın yer saxlaya biləcəmmi? Dərdi çəkirsən. Bu da belə. Yaşasın kız neşesi. Deməli gəlib çatdıq. Mən bu şəkildəyəm. Bayağı bir postlar çatmağa çalışır. Çox gözəldir. Gəl də sən də. Bu da
da dostumun kombinidir. Bence çok geçen görünür. Aslında bunu bir yerde seçmiştik. Daha her şeyde olduğu gibi. Güneş var idi. Bayağı şekiller çektirdik. Yemeğlerimiz de geldi. Hepsi sipariş vermiştik gördüğünüz gibi. Yemeğlerimiz. Ondan sonra tort keseceğiz. İnşallah tavuk falan keseceğiz. Böyle yani günümüz bu şekilde devam ediyor. Bu da bizim masamız. Son olarak en güzel kısım hediyemiz qalıb. Teşekkür ederim hayatım. Gəlin bax. İndi gəlin baxaq görək nədir. Gloss. Hər şey alıram bundan başqa. Teşekkür ederim. Ay çok geçen rengidir. Beğendin? Ha, çok geçeydi. Biraz hatta vurum. Ay çok geçen. Peki. Hansını sen ömrədi? 32 ha. Bu da günün sonu dostlar. Orada nətər yadımdan çıxıbsa, əslində bir iki yadımdan düşür, sonra söhbətə başımız qarışdı. Videonu bağlamağı unutmuşam və evdə bağlayıram. Gəldim, rahatlandım. Ən gözəl şey o tədbirdən falan sonra nəsə olur da ən rahat donumlu gəlində evə geyinmək, incəlmək, o ayağının topuqlu ayaqqabıda geyməkdən olan ayağının ağrısını hiss etməm üçün dincəlmək. Saçındakı lak varsa lakı falan açmaq, lak yox idi. Ümumiyyətlə deyirəm yəni olanlarda. Makyaj var elə, makyaj təmizləmək ən çətin gözə duran bir şey. Sadəcə rahat olmaq. Bir də ki, beyindəki o ağrıların getməyini gözləmək yəni. Yəni, ad günü vlogu bəyəndinizsə like atmağı unutmayın. Sizləri sevirəm. 20 yaş vlogunda görüşərik. Yəni ona kimi video atmayız var mı? Səraf edeyim, yəni 20 yaş vlogunda inşallah ki ad günü playlisti kimi 20 yaş vlogunda da görüşərik. Bu arada buradan bir daha bütün təbrik yazan yaxınlarıma, dostlarıma, qohumlara, nə bilim, səmimi, əsas mənə səmimiyyətdir. Bütün təbriklər yazanlara çox-çox minnətdarlığımı bildirirəm. Həqiqətən həyatımda var olduğunuz qədər yazdığınız sözlər qədər varsınız. Sizləri sevirəm, yaxşı ki sizləri tanımışam. Instagramda story kimi paylaşmışdım ki, yaxşı ki yollarımız kəsişib. Mənim ala biləcəyim insanlar var ətrafımda, bu məni sevindirir.